İndi elə təlqin edirlər ki, qərbdə, sən heç kimdən əksik deyilsən. Niyə? Bəlkə kimdənsə əksiksən? Nə vaxt biz belə xəstələndik? Bu nə təhlükəli bir ideyadır. Sən heç kimdən əksik deyilsən. Niyə ki? Məndən çox-çox üstün filosoflar olub yer üzündə. Mən axmağammı ki, bunu görməyim? Məndən çox-çox xeyir əməllər eləmiş, çox-çox təmiz ibadətlər eləmiş oğullar, qızlar olub yer üzündə ki, mən onların əllərinə su tökməyə layiq deyiləm. Mən bunları, bu faktı necə görməzdən gələ bilərəm? Mənə bu lazımdır. Bu hədsizlik, həddini bilməzlik. Adamlar aşılayırlar bunu. Sən heç kimdən əksik deyilsən. Sən bacararsan. Bilmirəm, Allah verərsə, birdən bacararam. Gördüm, bacarıram, daha çox işləyərəm. Bir şey gördün ki, bacarırsan, onu çox-çox elə yaxşı işləsən. Yox, sən beynivə taxırsan ki, mən də bunu eləyə bilərəm. Bəlkə sən Salierisən, Mozart deyilsən. Zəhər yeyəcəksən Mozartı. Bəlkə Allah Mozarta verib, sənə verməyibdir. O Salieri, Mozart əhvalatı müasir insanların əhvalatıdır. Səndə bəlkə o qabiliyyət yoxdur. Nobel üstündə belə, alimlər belə, elm elə bilirlər ki, elm böyük bir sahədir. Alimlər belə paxıllıqdan bir-birini zəhərləməyə hazır olurlar. Çünki o mənəviyyat sferası deyil, ağıl sferasıdır. Ruhaniyyat sferası deyil.